Salam, Coğrafiya 7-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 7 üzrə nümunəvi suallara baxırıq. Sual 1. Suyun üst qatında passiv həyat tərzi keçirən bitki və heyvanlar planktonlar adlanır. Suyun dibində yaşayan az hərəkətli canlılar bentoslar, adlanır. Suda daha fəal canlılar isə nektonlar adlanır. Və nektonların yemi də planktonlardır. Deməli, plankton, bentos və nekton olmalıdır. Yəni, cavab A bəndi. Torpaq əmələ gəlmədə iştirak etməyən amilləri seçin. Deməli, iqlim iştirak edir. Bizə etməyənlər lazımdır. Mars planetini iştirak etmir. Əlbəttə ki, relyef iştirak edir. Anasfer iştirak edir. Neft kəmərləri iştirak etmir. Canlı orqanizmlər iştirak edir. Bəli, zamanın da mühüm rolu var. Həmçinin insan fəaliyyətində rolu var. Deməli, bizdə 2, yəni Mars planeti, neft kəmərləri və fabriklərin təsiri yoxdur. Yəni 2, 5, 9. Düzgün cavab C bəndə olmalıdır. Üçüncü sual. Düzgün olmayan ifadəni göstərin. Məhsuldar qara torpaqlar çöl zonasında geniş yayılmışdır. Bəli, bu doğru cavabdır. Torpaq tipləri yer kürəsində üfüqi istiqamətdə ekvatorun qütblərə doğru dəyişir. Bəli, torpaq tipləri həm üfüqi istiqamətdə dəyişir, həm də şarpoli istiqamətdə. Üfüqi istiqamətdə ekvatorun qütblərə doğru dəyişir. Doğrudur. Rütubətli ekvatorial meşələrdə qırmızı sarı ferqalit torpaqlar geniş yayılmışdır. Bəli, bu da doğru fikirdir. İsti iqlim olan ərazilərdə tundra gileli torpaqlar yayılmışdır. Xeyr, isti iqlim olan ərazilərdə əsasən səhra-atsa boz torpaqlar yayılmışdır. Tundra gileli isə əsasən subarktik iqlim qovşağın, yəni soyuq ərazilərdə yayılıb. Sənaye və faydalı qazıntılar çıxarılması zamanı korulanmış torpaqların bərpası necə adlanır? Buna rekultivasiya deyilir, yəni yenidən bərpa olunması, teraslaşdırma, deməli pilləvari sahələrin yaradılması idi torpaq qorumaq üçün. Biosinoz isə bir-birə qarşı əlaqədə olan müəyyən canlılar qrupu idi. Nadir və digər ərazilərə rast gəlinməyən bitkilərə necə adlanır? Deməli, bunlar endemik bitkilərdir. Nadir və başqa ərazilərdə rast gəlinməyən bitkilər. Relikt bitkilər isə keçmişdən bugünə gəlib çatmış bitkilərə relikt bitkilər deyilir. Yəni, cavab endemik bitkilər olmalıdır. Lənkəran ovalığı və Talış dağlarında hansı torpaq tipi daha geniş yayılmışdır? Deməli, Lənkəran ovalığında və Talış dağlarında sarı torpaqlar yayılıb. Yəni, Azərbaycanda yalnız həmin cənub zonasında Lənkəran ovalığı və Talış dağlarında yayılıb sarı torpaqlar. Milli parklar, qoruqlar, rəsaqlıqlar yaratmaqda insan hansı məqsədlə nail ola bilər? Deməli, təbiəti mühafizə edə bilər insan bunları yaratmaqla. Kür-Araz, Naxçıvan, Düzən ərazilərində, Acınahur, Ceyrançöl, Qobustan, Abşeronda hansı torpaq tipi geniş yayılmışdır? Deməli, əsasən bu sayılan ərazilər yarım səhra iqlim tipini yayıldığı ərazilərdir və yarım səhralarda əsasən boz torpaqlara rast gəlinir. Torpaqları mühafizə etmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır? Deməli, torpaqları qorumaq üçün torpaqların zəhərli maddənin atılmasının qarşısını almaq, torpaqlarda düzgün suvarılmasını təşkil etmək, yəni suvarılma həddən artıq suvarılanda torpaqlarda şoranlaşma baş verə bilər. Sonra torpaq qoruyucu, tarla qoruyucu meşələrin salınması və s. tədbirlər torpaqların mühafizəsi üçün görülən tədbirlərə aid etmək olar. 10-cu sual. Torpaq tipləri və onların yayıldığı ölkələr arasındakı əlaqəni qurun. Deməli, boz torpaqlar səhra və yarım səhralarda yayılıb. Səhra və yarım səhra isə bizə verilən Misir və Liviyada geniş yayılır. Podzol torpaqlar tayqa meşələrində, yəni iynə yarpaqlı meşələrdə yayılır. Rusiya və Kanadada. Qırmızı sarı ferqalit laterit torpaqlar isə ekvatorial meşələrdə, Konqo və Braziliyada geniş yayılıb.